Bakın, benim komandam araştırma da her yerde var ve komandamın bilgisi muharebe kurtardı. Trump təyyarə daşıyan gəmiləri geri çəkir, muharebe kurtardı deyir. Ama bu Trump'ın oyunu ola bilər. Benim intuisiyalarım deyir ki, muharebe bile kurtara bilməz. Benim intuisiyalarım bunu deyir ki, çok büyük muharebe başlayacaq. Ama siz pərdenin dalından maraqlanmayın. Bəlkə də həqiqi kurtardı muharebe. Siz pərdenin önündən maraqlanın. Trump dedi ki, muharebe bitti ve qoşunları geri çəkirəm. Və gəmiləri də geri çəkdi. Dalına baxın. Trump bitti değerli vətənlərim, değerli soydaşlarım. Dostlar, kardeşler, təsəvvür eləyin ki, burada ziyana düşen kim oldu? Burada ziyana düşen Amerika ziyana düşmədi. Bütün neft şirkətlərini, neftini satır Amerika necə lazımdır, Venezuela'da cəlb elədi, təzə bazar da orada. Ve burada ziyana düşen ərəb ölkələr oldu. Ve burada ziyana düşen Avropa oldu, Avropa xalqı oldu. Hakimiyyətlərdən, prezidentlərdən burada bir dənə quş buraxan, zibilə düşən, sıçlığa düşən deyirlər. Bak, İlham Əliyev oldu. Deməli, eləmədənlərim, değerli soydaşlarım, bu muharebede yeganə qorxan, yeganə özünü itirən, yeganə özünü batıran İlham Əliyev oldu. Yeganə. Ve biraz da özünü batıran, quşlayan Zelenski oldu. Zelenski, özün muharebe edirsən, nə gəzirdin sən? Öz eləmədi. Və o da İlham Əliyevdən salam əleyk edirsə, ortada bir korrupsiya əməli var. Bunu mən açıq etiraf edirəm. Zelenski, korrupsiyanın olmasa İlhama salam verməzdi. Mənim düşüncəm budur. Değerli vətənlərim, bir şart xəbər deyim sizə. Bu efiri açıram. Buna görə açmışdım əslində. Bilirəm ki, mənim qardaşlarım, bacılarım burada, mənim komandam üzvləri burada paylaşacaq bu videonu. Değerli vətənlərim, bir şart xəbər verirəm sizə. Pərdənin görünən tərəfi odur ki, muharebe bitti. Mən bu mediada hər zaman deyirdim, İran muharebe belə bitsə yaxşıdır. Bundan o tərəfə daha böyük qırğın nüvə savaşı deməkdir. Muharebenin belə bitməsi ortada nə Netanyahu qalacaq, nə Trump qalacaq, nə də onların bu çuçilası İlham Əliyev qalacaq. Değerli vətənlərim, aldığım informasyaya görə İlham Əliyev can atır, İrana birinci səfəri İlham Əliyev eləsin. İrana səfər eləmək istəyir. Yadınızda da təbrik saatlərdə heç İlhama cavab verən olmadı. Ceyhun Bayramov, Azərbaycan Xarici İşlər Naziri, İranın Xarici İşlər Naziri Abbas Əraqçı ilə telefonla danışır. Niyə danışır? Dayamadan. İlham Əliyevin istəyi üzərində danışır. İlham Əliyevin İrana səfərinə icazə almaq istəyir. Değerli vətənlərim, bir neçə həftəyə, bir neçə yaxın 1-2 aya İlham Əliyevin İrana səfərini planlaşdırmaq üçün İlham Əliyevin ən böyük istəyi İrana səfər eləməkdir. Ceyhun Bayramov Abbas Əraqçı ilə İranın Xarici İşlər Naziri ilə danışır və İranın Xarici İşlər Naziri İran devləti, yəni İran devləti Sepahın əlindədir, vızqırt komandası veriblər. Bilirsiniz ki, ölkənin bir prezidenti harası gedəndə Xarici İşlər Nazirləri danışıb bu səfəri reallaşdırırlar, planlayırlar. Ceyhun Bayramov nə qədər dil tökdüsə də İran İlham Əliyev qəbul eləmədi. Aldığımız məlumata görə yaxın aylarda 1-2 ay ərzində seçim qabağı, seçim sonrası Rusiya Ermənistanla məşğul olacaq. İran Azərbaycanla məşğul olacaq. Və değerli vətənlərim, dediyiniz kimi heç bir vaxtda həyatı boyu olmayan şey, İlham Əliyevin başına gəlməyən şey dünən yox sırağa gün gəldi. Avropa Birliyi İlham Əliyevə əleyhinə qətnamə qəbul elədi. Bütün xalqı aldadırlar ki, bu qətnaməni Qarabağ erməniləri buraxmırıq deyə, ermənilərin marağını təmin eləmirik deyə bu qətnaməni veriblər. Elə deyil. Orada 100 dənə punkt var, biri erməni punktudur. Bəli, erməniləri Paşinyan dedi, ermənilər çıxır, amma silahla, güllə boranla onları çıxartdılar. Çox şəhid verdik, onlardan da çox mülki insan öldü. Bu savaş suçuydu. Onlar çıxırdılar, Paşinyan da elan elədi, ordu yeritmeyin çıxırır. Bu savaş suçuydu. Bunu Putin'in tapşırığıyla İlham Əliyev ona görə elədi ki, Qarabağ erməniləri Paşinyandan daha narazı olsun, ermənilər Paşinyanı çevirsin. Değişsin. İster seçimlerle, seçimler alınmazsa da inqilabla. Nail ola bilmədilər. Sözüm ondan getmir, değerli vətənlərim, əsas məsələ odur ki, Avropa, dünya Avropadan idarə olunur. Bütün eninde sonunda Trump da Avrupa'nın bayrak kaldırıp Avrupa'nın qabağında diz çöktü ve çökecek. Britanya Avropa ile birdir. Çin Avropa ile en yakın ilişkiler kurur. Hindistan en yakın əlaqədədir. Avropa demokratik ve barışçıl yoldan her zaman önde olup olacak. Avrupa'nın İlham Əliyevə qarşı qətnamə qəbul eləməsi, İlham Əliyev də bunun qarşılığında Milli Məclis bütün əlaqələri kəsməsi, bu İlham Əliyevin sonundan xəbər verir. Bu İlham Əliyevin sonundan xəbər verir. Bu ondan xəbər verir ki, müharibə qutardı, İran müharibəsi. Böyük müharibə də olsa tez qutaracaq. İranda müharibə qutardı. Venezuela'dan neft alına bilər. Avropa artıq yaşıl enerji ilə və digər alternativ enerjilərlə özünü təmin etmək qabiliyyətinə malikdir. Əsas burada maraq neftin 100, 110, 120 dollar barajı aşmamasıydı. 100 dollarlık barajı aşmadı. Aşmadı 100 dollarlık barajı. Aşsa da kısa müddette aştı. Artık dünya görür ki İlhamın sonudur. Avropa İlhamı qırdı tulladı. 3 bu gündən başlayır. Avropa ölkələri rəhbərləri Ermənistana gəlir. Sabahdan birinci gün Avropa Birliği ölkə rəhbərləri Ermənistanda sesiya keçirəcəklər, Aşpanın sesiyası. Ermənistanda keçirəcəklər.
Bu nə deməkdir bilirsinizmi? Belə bir vaxtda İlham Əliyevə qətnamə qəbul eləmək, qətnamədə cəmi 467, burada yazmıram, təsəvvür edin, dəhşətli bir rəqəmlər var burada dostlar. İnanın Allaha deyirəm. 571 Avropa parlamentaridən 476'sı İlhama qətnamənin lehinə səs veriblər. Cəmi 47'si əleyhinə səs verib. Cəmi 47'si. 48'i də bir tərəf qaldı, İlhamdan pul alanlardır, bir tərəf qaldı. Nə deməkdir bilirsiniz mi bu? Ay qardaş, nə deməkdir bilirsiniz mi bu? Ay anam bacım, nə deməkdir bilirsiniz mi bu? Baxın, Amerika qırdı tulladı, Amerikanı yarı yolda qoydular. Amerika hədəf aldı, Trump'ın en yaxın dostları, kongresmenlər və Washington'un meri İlhamı cinayətkar adlandırdı. Amerikanın zərbələri gəldi. Gəlməkdə davam edir. Avropa zaten elədi, qətnaməni verdi, mələr qaldı. Qanuna baxına. Adı bunları necə Milli Məclisə qərar verdi, nefti qaz dayandıracaqlar, demək ki, Avropanın ehtiyacı yoxdur. İlhamın öz dediyi sözdür. Azərbaycan qazı Avropanı 1% belə təmin edə bilmir. O kəmərdən keçən qaz kimin qazıdır? Kimin qazıdır? Hayır, bunu Avropaya biz yadına salmışıq. O kəmərdən keçən qaz Rus qazı olsa da, Türkmenistan qazı olsa da, Qazaxıstan qazı olsa da, hamısı İngilisin kəmərindən gedir. And olsun Allaha deyirəm. O kəmər, Tanap layihəsi, Ceyhan kəməri hamısı Britaniyanındır. İlham ora qarışa bilməz. İlham ora qarışa bilməz. O kəmər onların dədə baba mülküdür. İlham oradan faiz alır, faiz. Keçən neftin qiymətinin faizini alır. İlham Əliyev o kəmərə faiz verir. O kəmər dünyanın sahibi İngilisin kəməridir. O kəmərdən yenə qaz neft keçəcək. Duxu var bağlasın. Oradan Qazaxıstan nefti, Türkmenistan nefti. Kiminki keçəcək? Britaniyanınki keçəcək. O kəmər Britaniyanındır. Kim prezident olsa da dəxli yoxdur, İlhamın aidiyyəti yoxdur o kəmərə. Baxın, Avropa belə bir qətnamə qəbul elədi. Amerika çırpa-çırpa gəlir İlhamı. İsrailə xəyanət elədi. Güya oyun oynayıbmış. İsrail qırdı tulladı. Erdoğan salam vermir. Axırıncı dəfə yalvarır. Yenə də nə çıxış eləməyə imkan verdilər, nə də Erdoğan qucaqlayıb kardeşim dedi. Dedi mi? Dedisə göstərin mənə. Demədi. Orada da əl-ələ tutdular. Rusiyaya görə Şahbaz Şərif Pakistanın rəhbəri, yəni bunu təhlil şərikdir bizdən. Şərikli əmlakçıları var, şirkətlər, holdinglər var. Yəni bunu bizim şərikdir də, bunu elə öldür ki, o zaman mal ala bilər. Rusiya artıq dərin devləti İlham Əliyevlə məşğul olmağa başlayıb. İran da nə deyir? Sökəcəm deyir. Birbaşa deyir, məhv eləyəcəyim. Dəyərli həmvətənlər, bir şey deyim sizə. Deməli, dostlar, İlham Əliyev özünü itirdi, özünü batırdı. Bu savaşdan quş buraxan, bu savaşdan məğlub çıxan yalnız və yalnız İlham Əliyevdir. Prezident kimi, rəhbər kimi, yəni bütün ortalığı atan, bu savaşın qurbanını deyin, bu savaşın peşkasını deyin, bu savaşda çuşoy paxmaya gedən İlham Əliyev oldu. Dostlar, qardaşlar, deməli bizim bir də adamımız var da neft daşlarında. Neft daşlarında adamımız var bizim. Neft daşlarında. Deyir ki, Əliyevin Türkiyə ilə şərik şirkəti var. Gediblər Ərəb ölkəsinə. Orada nəsə tikməyə, yaratmağa. Neft üzrə, neft üzrə. Tikirlər də şirkətlər, deyir, burada burası tik, onu elə, bunu elə. Deməli, ya burada otel tik, nəsə tikməyə gediblər, orasını soruşmadım. Deyir, milyard yarım xərc qoyuldu. Baxa, milyard yarım xərc qoyuldu. Qoyulmuşdu. 70-80% tikilib qutarmışdı. İlhamla Erdoğanın. Deyir ki, bizə dedilər ki, savaşdır, dronlar gəlir, girin yerin altına. Girdik yerin altına deyir, 4 saat qoymadılar çıxmağa. 4 saatdan sonra çıxdıq, gördük ki, düppələn düz olubdu. Hamısı darmadağın oldu. Bizi qaytardılar geri. Milyard yarım battı orada. Dəyərləmədin. Avropa Birliyi İlhamın qətnamə verdiyi. Qətnaməni nəyə görə verdi? Siyasi məhbuslara görə. Siyasi məhbuslara işgəncəyə görə. Bizləri vurmağa, transmilli cinayətlərə görə. Avropada gəlib İlham Əliyev adam öldürür. Siyasi fəalları vurdu. İlham Əliyevin işgəncələrə görə, ölkədə Azərbaycanda söz azadlığı olmadığına görə, Azərbaycanda sərbəst toplaşma azadlığı olmadığına görə, müstəqil media olmadığına görə. Bunlar da nə edir? Biz Qarabağa ermənini buraxmadıq, ona görə oldu. Qələt eləyirlər, sizi alladırlar.